Salam, bir neçə həftə əvvəl dövlət sirrinə aid edilən məlumatların siyahısında dəyişiklik edilməsi haqqında prezidentin fərmanı oldu. Fərmana əsasən müəssisələr tərəfindən silah, hərbi texnika və digər hərbi məhsulların işlənib hazırlanması, istehsalı, ixracı, satışı, habelə onların istehsalının, ixracının, satışının təşkili barədə, eləcə də həmin müəssisələrin qeyd olunanlarla bağlı kooperasiya üzrə əlaqələri və onların maliyyə hesabatları haqqında məlumatlar dövlət sirri hesab edilir və o məlumatları əldə etmək daha mümkün olmayacaq. Fərmanı daha sadə dillə izah edəndə anlaşılır ki, əvvəllər silah və texnikaya aid olanlar dövlət sirri hesab edilirdi. Fərmana edilən dəyişikliklə isə əskərlərə verilən quru yeməklərdən tutmuş, formalara qədər hərbi məhsul olan hər şey dövlət sirri hesab edilir. Bundan əlavə, əvvəl silah və hərbi texnikanın istehsalına dair məlumatlar hərbi sir idi. Məsələn, istehsal gücü və s. Amma indi bu texnikanın ixracı, satılması, maliyyəsi də dövlət sirridir. Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli hesab edir ki, Azərbaycan hakimiyyəti silah ixracını özəl biznes sahəsinə çevirməkdədir. Türkiyə, İsrail və İtaliya ilə birlikdə müştərək şirkətlər yaratmaq planını ortaya qoyur. Eyni zamanda da bu prosesin özəl biznes sahəsinə çevrilməsi ilə bağlı da müəyyən qərarlar verib ki, müəyyən belə deyək ki, biznes istiqamətində müəyyən şəxslər silah və hərbi texnika istehsalını özlərinin biznes maraqlarına uyğunlaşdıra bilərlər. Və əlbəttə ki, burada böyük miqdarda vəsaitdən söhbət gedəcək, milyonlardan söhbət gedəcək. O baxımdan düşünmək olar ki, yəni hesab etmək olar ki, burada olan proseslərin cəmiyyət üçün şəffaflığı, hesabatlığı çox vacibdir. Amma təəssüflər olsun ki, prezidentin bu fərmanı bu şəffaflığın və hesabatlığın üzərindən xətt çəkir və hesab edirəm ki, bu fərman ona hesablanıb ki, deməli bu istiqamətdə olan proseslər cəmiyyətdən gizli saxlansın və deməli istehsal prosesi ilə bağlı, silah və hərbi texnika istehsalı ilə bağlı dövlət büdcəsindən ora yönəlik vəsait, ümumilikdə bu prosesin həyata keçirilməsi vəziyyəti, müəyyən ölkələrə, müəyyən şirkətlərə, müəyyən silah və hərbi texnikanın satışı və sair kimi məsələlər qapalı saxlanır. Hüquqşünas Xalid Bağırov fərmana edilən yeni dəyişikliyi korrupsiyagen norma adlandırır. Deyir ki, dəyişiklik onu demək əsas verir ki, Azərbaycan silah istehsal edib, özü istifadə edən ölkədən silah satışını həyata keçirən ölkəyə çevrilmək istəyir. Xarici ölkələrə, başqa ölkələrə silahın ixracı, satışı ilə bağlı sirrin saxlanması bizim təhlükəsizliyimizlə nə qədər əlaqəlidir, biraz şübhəli məsələ. Təbii ki, xarici dövlətin təhlükəsizliyi ilə birbaşa bağlı məsələdir. Amma bizim təhlükəsizliyimizə nə qədər bağlıdır, bu digər məsələdir. İkincisi isə ümumiyyətlə belə bir məlumatlar və maliyyə hesabatlarını sir saxlamaq biraz çətin məsələdir. Çünki deyən biləm, biz bir normal dövlətə, yəni transparensinin, hesabatçılığın, şəffaflığın olduğu bir dövlətə silah satırıqsa, biz bu məlumatı gizlədirik ki, məsələn 100 milyon manatlıq silah satdıq və yaxud da hərbi texnika, digər hərbi məhsul satdıq. Həmin dövlətdə bu məlumat açıq. Bizdə yazır ki, neçə milyon satdığımızı bilmirik, amma digər dövlət açıqlayır ki, mən filan qədər milyon mal almışım. Onda hesabatçılıq var, bu məlumat sir deyil. Bir çox ölkədə bu sir deyil zaten. Məsələn, deyək ki, Pribaltika ölkələrini Litva, Latviya, Estoniyaya satsaq, onda sir deyil. Onlar nə qədər hardan silah aldıqlarını, hətta bu barədə maliyyə hesabatı hazırlayırlar ki, çünki o maliyyə məsələləri ümumiyyətlə, baxın, biz Ukrayna müharibəsini gördük də, Ukraynaya neçə milyardlıq silah ayrıldığını açıq-aşkar yayırlar. Bu hərbi sir deyildir. Ukraynaya filan milyardlıq silah verdilər, hətta hansı silah verdilər, veriləndən sonra da birəyi açıqlaya bilirlər, əvvəl də açıqlaya bilirlər ki, biz bunları verəcəyik. Bəzən bu məlumatlar bir çox ölkələrdə, normal ölkədə sir deyil. Biz gizlətdik qalın ki, nə qədər satmışıq. Amma digər ölkədə satacaq. Bunu nə qədər sir kimi saxlamaq olacaq. Yalnız bu, belə deyək, qeyri-legal bazardan bunu sir kimi saxlamaq.
Cəsur Sümərilinin fikrincə, silahların ixrac edilməsinin dövlət sirri kateqoriyasına aid edilməsi bu sahədə hesabatlılığı aradan qaldıracaq. Cəmiyyətin dövlət üzərində nəzarəti bir qədər də daraldılacaq. Azad mətbuatın, QHT-lərin bu sahə ilə bağlı informasiya əldə edə bilməsi mümkünsüzə çevriləcək. Beynəlxalq Silah Satışı Konvensiyasına görə silah satışı məlumatları əldə edilən milyard vəsaitlərlə bağlı açıq məlumatlar olmalıdır. Cənubi Qafqaz regionundan yalnız Gürcüstan bu konvensiyanı imzalayıb. Azərbaycan və Ermənistan böyük ehtimal ki, müharibə durumuna görə bu sənədi imzalamamışdılar. Amma hazırda müharibə bitib və hesab edirəm ki, dövlət bu istiqamətdə olan prosesləri cəmiyyət üçün şəffaf etməlidir. Yəni, məlumatı açıqlanmalıdır. Çünki burada böyük vəsaitdən söhbət gedir. Burada milyardlarla manat vəsaitdən söhbət gedir. Bu hesabatın, bu vəsaitin gizlədilməsi, onunla bağlı şəffaflığın, hesabatlığın olmaması ümumilikdə əlbəttə ki, korrupsiya riskini artırır və beynəlxalq təşkilatların, xüsusilə də beynəlxalq şəffaflıq təşkilatının müdafiə sahəsində korrupsiya riskinə aid son hesabatlarına görə də Azərbaycan ən belə deyək, pis yerlərdən birinin, ən aşağı yerlərdən birini tutur ki, orada korrupsiya riski deməli böyükdür və yəni bu istiqamətdə də sözsüz ki, əsas səbəblərdən biri şəffaflığın və hesabatlığın olmamasıdır. Hesab edirəm ki, bu fərman korrupsiya riskinin daha da artmasına gətirib çıxardacaq və əlbəttə ki, burada bu sayədə yeyintilər, korrupsiyanın daha da genişlənməsi, şaxələnməsi qaçılmazdır.